Cəbrayılın işğaldan azad olunması xalqın özünə inamının, ordunun özünə inamının qayıdışının ilk siqnalları idi. Müharibəni aparmaq olar, hətta qalibiyyətlər də, məsafələr də qət etmək olar, səngərlər də dağıtmaq, texnikalar da ələ keçmək. Amma nəticə olduqca önəmlidir. Cəbrayıl 4 oktyabr bir nəticə idi, ilkin nəticə idi. Və o nəticə biz bacarırıq psixologiyasının orduya, vətəndaşa, cəmiyyətə hakim olmasının göstəricisi idi. Və bizim qalibiyyət oradan başladı. Biraz da bu istiqamətdə geciksəydik, bir ruh düşkünlüyü də yarana bilərdi. Gəncə bombalanırdı, Mingəçevir, Tərtər, Bərdə və s. Və Cəbrayıl azad olundu. Ona qədər kəndlər sadalanırdı. Məsələn, xatırınızdadirsə 27-sində ilk 4 kənd azad olunanda nə qədər böyük coşqu var idi, nə qədər böyük. Sonraki günlərdə artıq şəhidlər gəlir, dünyasını dəyişənlər var, yaralılar haqqında məlumat gəlir, amma böyük qələbə yoxdur. Böyük qələbə adlarla idi, Cəbrayılla idi, Qubadlı ilə idi, Zəngilanla idi, Laçınla idi, Kəlbəcərlə idi, Ağdamla idi, Füzuli ilə idi, Hadrutla və Şuşa ilə bağlı qələbələr idi. Yəni, o mərhələ üçün o idi, növbəti mərhələ Xankəndi mərhələsidir. Və Cəbrayıl əslində bizə bir inam verdi və hər şey Cəbrayıldan sonra başladı. Cəbrayıldan cəmi 5 gün sonra heç 1-ci Qarabağ müharibəsində də alınmayan Hadrut işğaldan azad olundu. İnana bilmirdik hətta o zamanlarda. Ermənistan da deyirdi ki, bizdədir. Həm də o Rusiyanın kanalları da bu istiqamətdə xüsusilə reportajları verirdi. Hətta o məşhur Azərbaycan bayrağına bürünmüş o daşın yanından da bir çəkiliş etmişdi, demək ki, Rusiya jurnalisti. Güman edirəm ki, informasiya müharibəsində elə cəbhədə apardığımız müharibə kimi biz iki istiqamətdə işlədik. Daxili auditoriya üçün də işləmək olduqca vacib idi. Azərbaycanın daxili üçün işlənilən informasiya savaşı və informasiyada xalqı ayaqda saxlamaq olduqca vacib idi. Daxili auditoriya üçün işlənilən informasiya siyasəti də doğru idi. Xarici auditoriya üçün, özəlliklə prezidentin Xarici İşlər Naziri və yaxud da xarici məsələlər üzrə köməkçisi səviyyəsində verilən informasiyalar və prezidentin şəxsən özünün verdiyi müsahibələr o dövrdə müharibədən sonraki dövrə nisbətən az müsahibələr idi. Amma çünki prezident özü də ehtiyatla yanaşırdı, hadisələrin nəticələrini gözləyirdi ki, daha ciddi şəkildə bu istiqamətdə danışsın. Yəni 100%-də hələ əminlik də yox idi. Çətin idi, bilirsiniz, əminlik təkcə bizdən asılı məsələ olsaydı, heç bu işğallar baş verməzdi. Bu işğal da bizdən asılı deyildi, azad etmək də təkcə bizdən. Biz canımızı, qanımızı, millət olaraq birliyimizi, gücümüzü, hər şeyimizi ortaya qoyduq. Amma bəzən elə sorunlar çıxır ki, bu təkcə millətlə, hakimiyyətlə, cəmiyyətlə, dövlətlə həll olunması məsələ deyil. Bu kənardan müdaxilələrin necə əngəllənməsi məsələsi var və bu istiqamətdə daha çox yük cənab nazir Bayramovun və Hikmət Hacıyevin üzərinə düşdü. O istiqamətdə daha çox işlədilər, daha çox informasiya verdilər. Amma qələbədən sonra Azərbaycanın haqlı olduğunu əsaslandırmaq, biz niyə bunu etdik və nədən ötürü biz bunu etməliyikin isə fəlsəfəsini və əsaslandırmasını prezident qədər kimsə vermədi və prezident bütün müsahibələrində hər kəsə bir daha sübut etdi ki, bu bizim haqqımız idi. Bu erməninin haqqı da deyildi və indiyə qədər də bu prosesə yanaşan, yanaşmalarında qüsur edən beynəlxalq təşkilatların da bu istiqamətdə yanlışlıqları və səhvləri nədən ibarət idi. Və bir daha qayıdıram, ən vacib element isə təkcə xaric üçün deyildi, daxili auditoriya üçündür. Verilən daxildə jurnalistlərin, kütləvi informasiya vasitələrinin, radio, televiziyaların, saytların, internet resurslarının verə biləcəyi informasiyalar əhalini həm qələbəyə, həm məğlubiyyətə gətirib çıxara bilər. Hər kəs qələbə üzərində kökləndi. Məğlubiyyəti kimsə düşünmədi, məğlubiyyətdən kimsə danışmadı. Hətta itkilərimiz fonunda belə vətən sağ olsun deyə analar dedi. Orada müharibə üçün ən yaşlı adamımızdan tutmuş poçt şöbəsinə gedib pensiyasını keçirəndən tutmuş ərzaq küçələrdə
maşınlara, gedən hərbi maşınlara sıralama dayanıb ərzaq yardımı edənlər üçün bunların hamısının nümayişi də bu millətin, bu dövlətin, bu cəmiyyətin, bu xalqın torpaq itkisi ilə barışmadığını və onun azad olunması üçün hər şeyini, canını, övladını belə verməyə hazır olduğunu göstərdi.